Bakının Sovetski adlanan ərazilərində 7 məscid fəaliyyət göstərir. Bunlar Təzəpir məscidi, Hacı Sultan Əli məscidi, İmam Hüseyn məscidi, Qasım bəy məscidi, Xanım Fatimə Zəhra məscidi, Hacı Cavad məscidi və Şah Hüseyn məscididir. 1904-cü ilin yayında Təzəpir məscidinin tikintisinin Aşurxan nəslinin adlı sanlı dövlətin xanımlarından olan Nabat xanım Aşurbəyeva tərəfindən maliyyələşdirilməsi haqqında Bakı Şəhər Dumasının rəsmi qərarı elan olunmuşdur. Təzəpir məscidinin tikintisinə 1905-ci ilin iyulun 23-də Məbəs bayramı günü başlanılıb. Məscidin 1905-ci ildə başlanan tikintisi 1914-cü ilə kimi davam edib. Məscidin tikintisini özlərinə götürən Nabat xanım 1912-ci ilin dekabrın 7-sində vəfat edib. Nabat xanıma böyük ehtiram əlaməti olaraq onu məscidin eyvanında baş qapının sağ tərəfində dəfn ediblər. 1914-cü ildə tikintisi başa çatan Təzəpir məscidi Bakıda ağdaşla tikilmiş ilk dini bina idi. 2005-2009-cu illərdə məsciddə təmir bərpa işləri həyata keçirilmişdir. Hacı Sultan Əli məscidi 1904-1910-cu illərdə dövrünün xeyriyyətçi və zəngin adamlarından olan Hacı Sultan Əlinin vəsaiti hesabına tikilib. Kifayət qədər tarixi olan bu məscid haqqında bu günümüzə demək olar ki, heç bir yazılı məlumat gəlib çatmayıb. Məscid 2 mərtəbədən ibarətdir. Üst mərtəbədə qadınların, aşağı mərtəbədə isə kişilərin namaz qılması üçün nəzərdə tutulub. Məscid 4 formada inşa olunub. Günbəz və minarəsi var. Ancaq nədənsə minarənin tikintisi tam başa çatmamış qalıb. Hazırda məscidin qarşısında olan minarə sonradan tikilib. Minarə yenidən tikilərkən aparılan qazıntı işləri zamanı onun alt hissəsində Əhməd adlı türk əsgərinin meyidi tapılıb. Ehtimallara əsasən 1915-1918-ci illərdə Karameyni deyilən ərazidəki erməni-müsəlman davası zamanı ermənilər tərəfindən qətlə yetirilib. Mərhumun ruhuna hörmət əlaməti olaraq o məscidin həyətində dəfn olunub. Sovet dövründə rejim məsciddən az konsert kimi istifadə edib. Burada konsert məşqləri keçirilib. Qurumun mühasibatlığı, rəhbərliyi məsciddən ofis kimi istifadə edib. Ancaq məscidin görünüşünə və daxilinə heç bir xətər vurulmayıb. İmam Hüseyn məscidi 1890-cı illərdə xeyriyyətçi Hacı Hacıbaba tərəfindən inşa olunub. Bolşevik sevrilişindən sonra məscid bir müddət bağlı qalıb. Lakin sonradan yenidən açılmış və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təmir edilmişdir. Hacı Qasım bəy məscidinin təməli 700 il bundan əvvəl 1314-cü ildə qoyulub. Həmin dövrdə Seyid Abdal Bakılı adlı imkanlı bir şəxs gördüyü xeyirxah işlərlə insanlar arasında böyük hörmət sahibi olub. Xeyirxah Seyidin rəhmətə yetməsi insanların kədərinə səbəb olub və ona hörmət əlaməti olaraq Seyid Abdal hazırki Hacı Qasım bəy məscidinin yerində dəfn olunub. Onun qəbrinin üstündə kiçik bir məqbərə tikilib. Uzun illər sonra Qasım bəy Mansurxanoğlu adlı xeyirxah və imkanlı bir şəxs Seyid Abdal Bakılı haqqında eşidir və onun məzarını ziyarətə gəlir. Görür ki, Seyidin məzarının üstündəki məqbərə köhnələrək dağılmış vəziyyətə düşüb. Qasım bəy öz vəsaiti hesabına həmin məqbərənin üzərində 1817-ci ildə hazırki məscidi tikdirir. Sovet dövründə Qasım bəy məscidi tamamilə ləğv edilir və bura qızlar yataqxanası kimi fəaliyyət göstərir. Daha sonra məscid Şeyx və ən sonda abidələrin bərpası idarəsi kimi istifadə olunur. Nəhayət 1992-ci ildə məscidə öz statusu qaytarılır. Şah Hüseyn məscidinin əsası 1905-ci ildə Şah Hüseyn tərəfindən qoyulub. Məscidin sahəsi 150 kvadrat metr təşkil edir. Sovet dövründə məscid qızlar yataqxanası kimi, uşaq bağçası kimi, gənc saxlama anbarı kimi, həmçinin şərab və şərab şüşələrinin saxlanma anbarı kimi istifadə olunub. 1993-cü ildə isə ərazidə yaşayan sakinlərin köməkliyi ilə məscid yenidən təmir bərpa olunub və məscidin öz statusu geri qaytarılıb. Bu məscid düzbucaqlı formaya malikdir. Mehrabı tağvari formada olub sadədir. İç sahəsi 12-18-ə, yerdən tavana qədər hündürlüyü 6 metrə, yerdən günbəzədək isə 9 metrdir. Yerli cəmaatın bildirdiyinə görə bu məscidi tikdirən Hacı Cavad tacir olub. Məscidin əvvəlki giriş qapısının üstündə isə 3 daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən məscidin inşa tarixi Hicri qəməri təqvimi ilə 1305-ci ilə, yəni 19-cu əsrə aiddir. Divarlarının qalınlığı
1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib. Xanım Fatimə Zəhra məscidi 1919-cu ildə Kərbəlayı Əli Əşrəf Ələsgəroğlu tərəfindən tikilmişdir. Məscidin tarixi barəsində məscidin axundu Hacı İlqar Rəcəbov Dəyərlər TV-yə bunları deyib. 19-cu əsrin əvvəllərində Sovet hökuməti qurulmazdan biraz əvvəl, yəni bu məscid belə də deyilir ki, Kərbəlayı Əli Əşrəf kişi tərəfindən tikilib, sonra yarımçıq qalıb, sonra isə yenə təzədən tikilib və sonra Sovet hökuməti gələndən sonra burada müəyyən qədər ibadət olunub, sonra bağlanıb. Sovet hökuməti qurulandan sonra 20-ci illərdə və sonra isə bağlanıb və biz də bunu 2005-ci ildə bu məscid bağlanmışdı. Başqa məscidlər kimi bura heykəltaraşlıq bir sexi idi və burada heykəl düzəldirlər və başqa işlərlə məşğul olurdular. Yəni bir məscid kimi fəaliyyət göstərmirdi. Nəhayət 2005-ci ildə möminlər tərəfindən yığılıbdı, icma quruldu və bu məscidi Şeyx Həzrətlərinin də böyük köməyi oldu buranı almayda, bizə çox böyük bir dəstək oldu bu məscidi, yəni ki, icma şəkildə yığılıb aldı möminlərə qaytarmayda və nəhayət bu məscidi aldı və bura çox bərbad halındaydı, hətta bura zibil töküldülər məscidin qabağına, içinə. Bu məscid sayılmırdı bura, fəqət burada məscidi əlamətindən bir dənə mehrab qalmışdı. Çünki hədis rəvayətlərdə də var da, mehrab məscidin qəlbidir. Çünki insanın döyünən qəlbi olmasa cisim yaşaya bilməz. Onun üçün də həqiqətən də nə yaxşı məsciddə mehrab var imiş. Mehrabı da olmasaydı bu məsciddə, bəlkə də deyərdilər ki, bura məscid olmayıb. Mehrab, baxsan, biz bunu sənətkarlardan soruşmuşuq, mütəxəssislərdən soruşmuşuq. Bu mehrabın tarixi hətta nəinki 19-cu əsr, ondan da qabağa gedib çıxır. Hətta deyirlər, yəni biz yenə də arxivə müraciət eləmişik, bu 19-cu əsrdən də əvvəlinki tarixlərə gedib çıxır, əvvəl tarixə. Sonra deyirlər ki, Kərbəlayı Əşrəf kişi buranın nəinki tikdir, bura təmin etdirənlərdən biri olub, bura əvvəl lap qədim tarixə təsadüf edir. Niyə? Bunlardan sübut budur ki, mehrabda olan o mehrabın quruluşu, o mehrabın o detalları ki var, quruluş detalları, Şirvanşahlar sarayında olan, məsciddə olan, İçəri şəhərdə ümumiyyətlə məscidlərin mehrabı kimidir. İçəri şəhərin məscidləri də ən azı 500 il bundan qabaq tarixə təsadüf edir. Orada var, 1000 il bundan qabaq məscidləri də var. Və orada olan məscidlərin mehrabı kimidir. Deməli, bura mehrabından bilinir ki, o məscid çox qədim tarixi bir məsciddir. Çox qədim bir məsciddir. Və ola bilsin 19-cu əsrin axırlarında buranı təmir elətdiriblər. Hər halda yəni ki, biraz buranın tarixi o qədər qədimdir ki, müəmmalı qalıb, dəqiqləşdirə bilməmişik.